Hellolar, salam qızlar. Kanalıma xoş gəlmisiniz, vloguma xoş gəlmisiniz. Toydan sonraki növbəti gün və növbəti vlog, toy vlogundan sonraki növbəti vlog. Deyirdim tez işimi gücümü eləyim, amma telefonda da bol-bol toy editlənməmiş toy kadrları olduğu üçün yerdə olmaz deyə, amma dedim bir dəniyim nə olar. Toyun sabahsı günüdür. İndi ev eşik yığışdırma faslıdır. Belə 70-80% işləri görmüşəm. Buralar hamısını dəyişmişəm, xlorla silmişəm falan. Toydan 1-2 gündə əvvəl zaten artıq evlər batmışdı. Çox əl vurmurdum ki, toydan sonra eləyərəm. Elə indi evi dedim süpürüm. Burada bilirsiniz də ləçəklər. Sizlə də bir vlog başladım. Nə deyirsiniz, onlar da maşın gələcək, onlar gedəcək, kiçik olanlara apardıq. Amma bu böyüklər ağırdı, 3 dənə maşın gələcək, onlar gedəcək. Bir sürü paltarım çıxıb, maşın, su da zəifdir bu arada, gedim onu da qoşum. Onlar paltar niyə çıxıb? Çünki bacım gül bizdə idi. Və baxın, atmışam bura hamısını. Bir restə burada. Və su dayanır, görürsünüz, su dayanır. Buralar hamısı xlora. Xloru belə vurmuşam, qablar hamısı xlorudur, buralar hamısı xlorudur. Bura qədər hamısı xloru vurmuşam ki, belə qalsın qablarda. Paltarlar çıxsın, sərim ikinci reysə atım, bura biraz azalsın. Ondan sonra bu buranı silim, tamam duruluyum, qabları duruluyum, yığım, sonra evləri xlorla siləcəm. Hələ ki dayanacam ondan, çünki buraları süpürmüşəm, pastelləri falan da dəyişmişəm, tamam əl gəzdirmişəm, öz ümumiyyətlə demirəm 2-3 gündür də iş görmürdüm. O hamamı xlorlamışam səhər-səhər. İndi buranı süpürüm, bu stolu keçirəcəm ora. Hamamda da yenə bizdə hər yer balacadır və çox adam olanda artıq aləm qarışır bir-birinə. Buranı da xlorladım. Sular da yığmışdıq. 4 gün su olmayacaqdı güya. Amma bizdə çox şükür ki oldu. Amma mən ona görə su ehtiyatı yığmışdım. Qapının arxasında o tərəfdə. Oranı da yenə hər ehtimala doldurdum ki, birdən işlərimi elədiyim yerdə su kəsilər. Ən azından evi silməyə falan su olsun. Belə. Burada bəzi zibillər falan var. Bu güzgünün falan kutusu qalıbdı burada. Ondan əlavə hələ bu zibilləri də ora atacağam. Bunlar da axşam gəlib gedəcək dediyim kimi. Amma mən belə ümumi qapıları xlor dəsmalla silmişəm. Çünki ayaqqabılı falan girildi evə, istər-istəməz. Bir dənə qaldı yerləri xlor su ilə silmək. Belə toz soranlamadım, çünki bu böyük zibildir da, toz sorana ehtiyac yoxdur bunun üçün. Süpürmək, yavaş-yavaş süpürgəmi nəmli eləyib süpürürəm ki, toz qalxmasın göyə deyə, yavaş-yavaş. Elə bir bu qalıb. İstədim bu ləçəkləri yığam, götürəm. Sonra dedim ki, ayaqlanıb elənib, ayaqqabılı girilib içəri. Ehtiyac yoxdur, əl vurmağa. Zibilə getsin. Maşınım da bir resti bitirsin. Mən işlərimi görüm, bitirim demək olar ki. Və video editləyim, qızlar. Videonun hansıdır bilmirəm, bir videonu editləyib. Hələ toy vloguna var. Toy vlogundan əvvəlki bir vlog editləyib yükləməliyəm, bilmirəm. Onu mən tək yüklüyüm, yoxsa toydan əlavələr olacaq. Yəni vaxt məhdudiyyətinə görə də. Belə hələlik. İndi növbəti kadrda görüşərik. Çıxım. Belə. Keçirik növbəti kadra. Az öncə stulları silmişəm, bu ayaqlarını falan. Baxıram ki, bir dənə toz var üstündə nətər. Yenidən bir də sildim. Yəni mümkün deyil də. Yəni o qədər səhər-səhər durmuşuq ki, çox külək var. İndi də küləkli də hava. Külək oldusa bu ev dəhşət toz olur. Bu kojadır, bu da taxtadır da. Toz olur, dəhşət. Bir dəfə silmişəm, yəni toz alanda silmişəm, amma görürəm ki, evi siləndən sonra bir dəfə də toz almalıyam. İndi gedirəm mətbəxə. Buradakı işim hələlik bitdi. Bir dənə bu hazırdır. Sadəcə işığı söndürüm ki, belə. Bunlar gəlib buradan çıxmasam, mən bu evi sadəcə buraları belə silə bilərəm, amma gərək bir dəfə də çıxandan sonra silim, çünki
Buranı da yüngülvari sildim. Hələ su, hələ o bitirməyib bu. İndi mən buranı yumaq istəyirəm, durulamaq istəyirəm sizlə bərabər. Buranı durulamaq istəyirəm, görək necə olur. Toydan sonraki ikinci gündən hər kəsə salam qızlar, üzr istəyirəm. Bir də videonu davam edə bilmədim. Və mən dünən artıq işlərimi falan bitirmişəm, amma maşınım hələ yuyur. Axırıncı postuyur. Bu arada sular biraz sıkıntılı olduğu için burada az önce aşağıya baktım ki burada bir maşın bəzənib. Yeni gəlin maşını. Yəqin ki saat hələ gün orta saatlardır da. Yəqin ki buradan böyük ihtimal bəy çıxacaq yenə binamızdan. O olsa çəkəcəm onu. Bu arada maşının səslə imkan vermir. Və belə. İndi isə o paltarları ütüləyəcəm. Bir də pastellər falan var. Onlar ütülənəcək. Gözləyirəm ki maşındakılar da sərim qurusun. Hamısını birlikdə ütüləyəcəm. Sərgidə yer olmadığı üçün birinci sərgiyə yəni necə deyim, çölə sərirəm, oradan tam belə quruyur. Biraz nəmişliyi falan qalan kimi atdım bura ki yer açılsın orada. İndi növbəti var. Maşın bitəndən sonra da onu sərmək üçün sərgidəkiləri çıxardacağam. O üçün biraz və videonu bugündən davam edirəm. Nəysə bugündən də yenə işim gücüm, hava çox istidir. Suyumuz dayanıb yenə. Deməli mən də bir sürü paltar çıxartmışam həmişəki mən. Bu güllərimi də sulayacağam. Güllərimə baxın nə günüm. Bu mənə deyən olmadı qızlar. Bu gülüm də məhv oldu, getdi artıq. Burada belə bir gülüm var. Falan filan yəni. Buzları falan çıxartdım, atdım maşına bu suyun olmayan vaxtda. Bilirsiniz ki mən burada süfrəmdə, ağ süfrəmdir və baxın çayın izləri qalır stəkanın. O dəqiqə qalır da. Yəni bir dənə baxın bu haqda shortsda paylaşmışam. Mən bunu xlorla təmizləyirəm. Çünki niyə baxın, yaxından baxın da bu belə pütür-pütürdür, içinə daxil olur o şirk. Tez ağ olduğu üçün tez tutur. Yəni belə eləyirsən gedir, amma belə qalır. Mən də buna xlor vururam. İndi o gündən xlor yox idi, limon vurdum. Dedim baxım görüm limonla necə alınır. Düzdür, xlor çox tez aparır, çox gözəl ağappaq eləyir. Limon da ləkəsini müəyyən qədər aparırdı. Dedim sizlə də bölüşüm. Bir dənə belə xarab olmaq üzrə limon var idi, dedim videoda da çəkim. Ləkəni aparmaq qabiliyyətindən danışıram limonun. Görək necə olacaq. Baxın, görürsünüz, apardı ləkəni. Demək ki, limonla bir çox şeylərin ləkəsini aparmaq olar. Ağlardakı ləkələrə falan da yar yəni. Onu da yoxlamaq olar. Deməli, əgər siz, keçən dəfə pas ləkəsindən danışmışam. İnternetdə var ki, güya ki, pas ləkəsinin üzərinə hidrogen peroksid, hidrogenli su, yəni türklərdən görmüşdüm, hidrogenli su yazıb. Bizim dilə tərcümə edəndə hidrogen peroksid 3% də əsasdan yaygın olan, digərləri biraz təhlükəli olduğu üçün. Yazıb ki, bəs belə-belə də hidrogen peroksidlə pas ləkəsini aparırsan. Mən də onu yoxladım. Heç bir damcı da xeyri olmadı. Baxın. İndi nisbətən görürsünüz oralarda qaldı. Bəlkə möhkəm ovalamaq lazımdır.
Hə, getdim, nəsə mən də onu yoxladım, alınmadı. Bu haqda da paylaşım eləmişəm. Sonra bir dənə xanım sağ olsun yazıbdı ki, pas ləkələr üçün sizə bir şey deyim. Deməli, duzu tökürsünüz həmin ləkənin üstünə. Üzərinə də limon sıxırsınız. Duz orada tam qalsın da bir 10-15 dəqiqə. Ondan sonra da yuyursunuz, o aparır. Demək ki, limon ləkələrə, bunu bilmirsinizsə qızlar, yaydır, hamı ağ geyinəcək, ağ ayaqqabılar falan. Bəzən ağ ayaqqabılarda belə sürtünmə ləkələri falan olur. Heç onda yoxlamamışam, onda da yoxlayarıq. Nəysə, limon bu işə yarayır. Amma ki, xlor kimi yox da yəni. Xlor kimi yox. Heç olmayan yerdən, əgər xlorum indi hal-hazırda mənim çox az qalıb. Dedim, gətirim bundan alınırsa elə bundan edeyim. Xlora biraz qənaət edeyim. Çünki su gələndə hamı falan təmizləyəcəm. Mən xloru yeyirəm da, yəni. Domestosu yeyirəm mən, həqiqətən. Bu da yarım limonu idi o. O gün qonaqlarım gələndə. O biri yarısı istifadə olunmadı. Bu biri yarısını da dedim, onsa atacağım. Sadəcə olaraq bundan sonra yaxşı durulamaq lazımdır süfrə, şirəli qalmasın da. Dedim, videoda bir dənə də mən də çəkim də bunu belə. Əgər alınarsa, xlora bu günlük belə pis deyil yəni. Pis deyil, amma çox belə ləkələri elə bil acına da olsa iz saxlayır. Necədir sizcə? Necə oldu? Yaxşı oldu da. Olmayan yerdə limon varsa evdə belə köhnəlmişdir. İnanın, o qədər bərbad bir şeydir ki bu. Buna baxın. Və görürsünüz. Çay buradan. Bura mənim getdi. Yəni normal dəsmalla eləyəndə getmir ha, yəni. Gedirsə də izi çox qalır. Belə. Yəqin ki, bunda sizə fikir olsun. Əgər kiməsə faydalı olarsa, nə xoş mənə. Bilirəm ki, onsuz da bütün evdar qadınlar bilir bunu. Mən üçün də, yəni, bilməyənlər üçün də belə bir bilgi olsun. Mənim üçün də özüm yoxlamış olum, əmin olum. Neysə qızlar, gedim yığdığım hamamda su yığmışam, onunla bunu duruluyum. Bir dəfə də elə silim. Bir dəfə də duruluyuruq, yapışqan olmasın deyə, bu kadar.